qədər adamlar, mən ona görə də cənab prezidentə hüquq mühafizə orqanlarına deyirəm. Bu insanlar bir qrup cinayətkardır, bunları araşdırmaq lazımdır. Harada verdi, necə verdi və yaxud mən niyə ona hüquq varisi olmalıyam, niyə ona cavab verməliyim, qolum yox, peçatım yox. Və o adamı araşdırsın, desinlər, kimdən də nəli bir olub, nə yolla bunu udubdur. Yəni, bu dərəcədə insanlar yazıqdır, iş adamlarını bədbəxt eləməsinlər. Və dediyim budur, söhbət o buldan da getmir. İnsana çox ağırdır. Yəni, bu qədər elə bir şey olar ki, deyək ki, o birini deyir ki, yolda pul verdi, təzəliyirəm vaxtını. Olmayan bir şeydir. Əmətə məndən çıxıb gedib 10 ildən sonra təzəlindən bundan pul verdirsə, mən ona məsuliyyət daşıyıram. Məndən pul ona verilməlidir. Ona görə mən indi vermişəm Ali məhkəməyə. Bilirsən, bu məhkəmə üçün bir ciddi rahat deyil. Bəlkə Ali məhkəmənin sədrinin bu proseslərdən xəbəri yoxdur. Əlbəttə yoxdur. Bilsə qoyması üçün bu bir qara ləkədir. Məhkəmə üçün bir qara ləkədir. Ali məhkəmənin sədrinə mən telegram olmuşam, məni qəbul eləsin. Mən desəm, ona xəyanətdir bu. Yəni, mənim pulum heç, o ona xəyanətdir. Siz təsəvvür eləyin, bu adam mənim 5-10 ildir qabağım, mənimlə çıxıb gedib işləmir, indi səndən pul alırsan, ona cavab vermir. Hansı bir qabiliyyət əsasən?